Paşinyanın Bakıya qarşı hiləsində örtbasdır edilən detallar 30 il əvvələ qayıtmağa cəhd eləyir. Azərbaycanla normallaşma prosesini müzakirə eləmişik. Uzun müzakirələrdən sonra sülh sazişinin mətnini razılaşdırdıq. İndiki məqsədimiz sülh sazişinin imzalanacağı yeri və günü təyin eləməkdir. Hesab edirik ki, münasibətlərin qurulması üçün bu bir başlanğıcdır. Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə belə deyib. Həmin tədbirdə Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov isə bildirib ki, rəsmi Bakı sülh sazişinin imzalanmasına köklənsə də Ermənistanın konstitusiyasında ziddiyyətli məqamlar var. Azərbaycanın konstitusiyası ilə bağlı rəsmi İrəvanın iddialarına da cavab olaraq qeyd edilib ki, ölkənin əsas qanununda Ermənistanın mövcud ərazisinə dair ərazi və torpaq iddiası yoxdur. Rəsmi Bakının İrəvan qarşısında irəli sürdüyü başqa şərt ATƏT-in Minsk qrupunun ləğvidir. Ararat Mirzoyan bu məsələyə münasibət bildirərək deyib ki, buna sülh sazişi imzalandıqdan sonra baxa bilərlər. Ermənistan hökumətinin başçısı Nikol Paşinyan rəsmi və qeyri-rəsmi görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı Türkiyəyə qarşı ərazi iddiası etmədiklərini də bildirib. O, İrəvanda Türkiyəli jurnalistə müsahibəsində ermənilərin soyqırımı iddiasının beynəlxalq səviyyədə tanınmasına cəhd etməyəcəklərini də söylüyor. Paşinyan Minsk qrupunu da ləğv eləməyə hazır olduqlarını dəfələrlə qeyd edib. O zaman rəsmi İrəvanın uyğun addım atmamasına nə mane olur? Ermənistanda baş verənlərə əsasən belə ehtimal eləmək olar ki, Azərbaycana qarşı gələcəkdə işğalçı addımlar atıla bilər. Ona görə düşünmək olar ki, ölkə rəsmilərinin sülhsevərliyə dair verdikləri açıqlamalar gələcəkdə Azərbaycanı ittiham eləmək üçün təbliğat bazası hazırlayır. Paşinyana konstitusiyanı dəyişməyə mane olan başqa bir səbəb daxili amildir. O, yaxın 1-2 ildə parlament seçkilərinə getməyi planlaşdırır. Bu baxımdan belə düşünmək olar ki, Paşinyan əsas qanunu dəyişməməklə siyasi kampaniyada əlavə sualların yaranmasını istəmir. O, bununla həm də müxalifətin dəyişiklikdən mümkün istifadəsindən narahatdır. Başqa bir tərəfdən Fransa və erməni lobbisi də konstitusiyanın dəyişməsini vacib saymır. Bu günlərdə ölkənin Xarici İşlər Naziri Jean-Noël Barrot bildirib ki, Ermənistan konstitusiyasının dəyişməsinə ehtiyac yoxdur. O, Azərbaycan-Ermənistan şərti sərhəddində gərginlikdən narahatlığını da bildirib. Son zamanlar bu ərazidə Ermənistan hərbçiləri Azərbaycan istiqamətində atəşkəsi pozur. Jean-Noël Barrot Fransa hakimiyyətinin ənənəvi ikili standartını yenə nümayiş elətdirir. Bir yandan Ermənistanı ağır silah və hərbi texnika ilə silahlandırır, bu ölkənin təcavüzkar konstitusiyasının dəyişməsinə qarşı çıxır, o biri yandansa şərti sərhəddə sabitliyin pozulmasından narahat olduğuna dair açıqlama verir. Fransa Ermənistanın daxili işlərinə müdaxilə etməklə vəziyyəti daha da gərginləşdirir. Bir sıra beynəlxalq təşkilatlar Qarabağda güya erməni abidələrinin dağıdılmasına dair hesabat hazırlayırlar. Ermənistanın havadarlarının Azərbaycana qarşı bu kimi ədalətsizliyi 1988-ci ildən 2020-ci ilin payızına qədər davam edir. Həmin illərdə Qərbi Azərbaycanlıların vətəndaşlıq hüquqları zorla tapdanaraq öz tarixi və dədə-baba yurdlarından qovulmalarını beynəlxalq ictimaiyyət sükutla izləmişdi. Təxminən 15 il əvvəl həmin güclər Türkiyədən Ermənistanla sərhədlərin açılmasını tələb edirdilər. Hətta buna dair sənəd də imzalanmışdı. Rəsmi Ankara İrəvandan Azərbaycan torpaqlarını işğaldan azad eləməsini tələb edirdi. Ermənilər isə əvvəl sərhəddi açın, sonra biz də şərtinizə əməl eləyərik deyirdilər. Müvafiq sənəd imzalansa da Ermənistan Türkiyənin şərtinə əməl eləmədi. Sonralar Türkiyə bu sənədi ləğv elədi. Azərbaycanın məlum şərtlərinə əməl eləmək üçün Ermənistan yenə bu üsulu tətbiq eləməyə səy göstərir. Sülh sazişi imzalandıqdan sonra konstitusiyanı dəyişəcəklərini, ATƏT-in Minsk qrupunun ləğvini istəyəcəklərini bildirirlər. Necə deyərlər, axan suya 2 dəfə girmək olmaz. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.